Dostlar salam. Mövzumuz yem rasyonları. Bugün size fermerlerin çoxunun bilmədiyi yem sirrini de açıklayacağım. Eğer hələ abone değilsinizsə, abone olmağı da unutmayın. Hörmətli izləyicilərim, bu qaydalarla qoyunlarınız, quzularınız daha sağlam, daha sürətlə böyüyər. Hər bir dövr üçün yazılı rasyon hazırladım. Boğaz qoyunlar üçün ayrı, qoça gəlmə dönəmi üçün ayrı, quzular üçün də ayrı, subay dönəmində yem gərək deyil. Həm əlavə xərcdir, həm də damazlıq qoyunun həddən çox kökəlməsi zərərdir. Onunla da bağlı gələcəkdə ayrı video hazırlayacağım. Bugün mövzu qapalı və yarım qapalı şəraitdə qoyunlarınızın düzgün baxılması üçün yem rasyonlarıdır. Buyurun birlikdə izləyək. Yonca yemlərin şahı. Yonca protein və lif baxımından çox zəngindir. 1 kiloqram quru yoncada protein 17-20%, enerji 18 kJ, lif 28-30%, yağ 2%, mineral 10-11%. Minerallar: kalsiyum 16-17%, fosfor 3 qram, kalyum 24 qram, magnezyum isə 2 qram. Vitaminler A, E, B grubunda. Gizli sirri. Çək açmağa başlayanda biçin. Yarpaq əsasdır, sap deyil. Tək yonca vermək kifayət deyil. Enerji çatmır, qoyun arıqlaya bilər. Güclü yem qarışığı. 100 kiloqram üzərindən rasyonlar. Qızışma dövrü üçün. Miqdar 100-200 qram gündəlik. Tərkibi 100 kiloqram yem qarışığı üçün. Qarğıdalı 25 kiloqram, buğda kəpəyi 20 kiloqram, günəbaxan jımıxı 10 kiloqram, duz 2 kiloqram, mineral 3 kiloqram. Yanında yonca 2 kiloqram, saman 500 qram, su sərbəstdir. Balans: enerji yüksək, protein orta, lif kifayət qədər. Qovuş cütləşmə sonrası. Miqdar 100-200 qram gündəlik. 100 kiloqram qarışıq üçün arpa 40-50 kiloqram, qarğıdalı 20-30 kiloqram, kəpək 20 kiloqram, günəbaxan jımıxı 10-20 kiloqram, duz üstəgəl mineral 2 kiloqram. Yanında yonca, üstəgəl saman. Balans: enerji artır, protein orta. Boğaz qoyunlar üçün son 45 günlük. Miqdar 400-600 qram gündəlik. Süt verən ana qoyunlar üçün. Miqdar yine 400-600 qram gündəlik. Böyüyən quzular üçün 2 və 4 aylıq. Miqdar 200-400 qram gündəlik. İncəlikləri və sirləri. Arpa qırılmış veya əzilmiş verilsə enerji 20-25% artır. Güclü yem təkcə yonca ilə deyil, enerji ilə də balanslanmalıdır. Buna 3 ağ yem qaydası deyirlər.
Bu baxdığınız rasyonlar praktik olaraq peşəkar fermerlər tərəfindən istifadə olunur. Qoyunlar sağlam, quzular sürətlə böyüyür. Süd istehsalı da həmçinin artır. Əziz izləyicilər, mən bu sahə ilə bağlı hər mövzuda videolar hazırlayacağım. Lakin sizlərin də istəyinizi nəzərə alaram. Görmək istədiyiniz hər hansı bir mövzu varsa yaza bilərsiniz. Çalışıb o mövzu üçün daha öncə video hazırlayaram. Baxdığınız üçün təşəkkür edirəm. Növbəti videoda görüşmək ümidi ilə xoşça qalın.